Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə 2 qat çörək pulu verilməsi məsələsinə münasibət bildirib. Dövlət Komitəsinin mətbuat xidmətindən APAnın sorğusuna cavabında bildirilib ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33 yaxud 60 manat təşkil edir. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir. Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir. Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər üçün bu məbləğ 60 manat təşkil edir. Qeyd edək ki, bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur. Qeyd edək ki, bu məsələ məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin fərmanına və ona edilən dəyişikliklər əsasında tənzimlənir deyə cavabda vurğulanıb. O da vurğulanıb ki, sosial şəbəkələrdə azad edilmiş ərazilərə köçən məcburi köçkünlər onlara 3 il müddətinə 2 qat çörək pulu verilməsi ilə bağlı məlumat paylaşıb.